Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun. Başlayaq sualların izahına. Sual 1. Yanlış fikri müəyyən eləyək. Variantımız D variantı. İsim sifətin sualına cavab verəndə yenə də sifət olaraq qalır, yox. İsim sifətin sualına cavab verəndə yenə də isim olaraq qalır. Məsələn, qızıl, gümüş, dəri, rezin tipli isimlər var ki, sifətin sualına cavab verməyindən asılı olmayaraq isim olmağında qalır. Məstər və fe'li sifət yalnız ismi xəbər olur. Bəli, bu fikir düzdür. Yəni, xəbərdilərsə, ismi xəbər kimi olurlar. Təyin zərflə ifadə oluna bilər. Bəli, məsələn, yuxarı mərtəbə. Burada təyin zərflə ifadə olundu. Sifət və say isimləşmədən də xəbər ola bilir. Bəli, gözəldir, birincidir. Bunlar isimləşmədən xəbər olurlar birbaşa. İsmin yəli halı müstəqil xəbər ola bilər, bəli. Məsələn, sənindir, anamındır, Raufundur və s. Cavab D variantı. Hansı cümlədə köməkçi nitq hissəsindən sonra vergül düz qoyulmayıb? Variantımız olacaq Y variantı. Çünki burada uğur xitabdır. Xitabdırsa hər iki tərəfində vergül qoyulmalıdır. Gah da bu formada vergül istəyir. Da sadalama funksiyasındadır deyə vergül istəyir. Məncə modal sözdür deyə vergül istəyir. Əlbəttə modal sözdür deyə hər iki tərəfində vergül istəyir. Üçüncü sualla davam edək. Hansı cümlədə bütün cümlə üzvləri var? Cavabımız olacaq C variantı. O gözəli hamı dünən gördü. Nə etdi? Gördü. Kimi? Gözəli. Hansı gözəli? O gözəli. Nə vaxt, nə zaman? Dünən. Kim gördü? Hamı gördü. Onun qara, qıvrım saçları məni heyran etməyə bilməzdir. Nə? Onun qara, qıvrım saçları. Kimi məni nə edərdi? Heyran edə bilməzdir. Bu da bir yerdə xəbər. Maşın həyətə daxil olanda mən də orada idim. Orada idim xəbər, mən mübtəda. Nə vaxt, nə zaman maşın həyətə daxil olanda. Bizi kim anlayacaq? Bizi bu halımızla. Nə ilə halımızla? Hansı halımızla? Bu halımızla. Kimi bizi? Nə edəcək? Anlayacaq. Kim mübtəda? Kimi bizi. Uğur dünyaya gələndə dünyanın ən xoşbəxt adamı kimi hiss edirdim özümü. Nə edirdim? Hiss edirdim. Kimi? Özümü. Nə vaxt, nə zaman uğur dünyaya gələndə necə hiss edirdim? Dünyanın ən xoşbəxt adamı kimi hiss edirdim. Cavabımız oldu 3-də C variantı. 4. Hansı cümlədə məstər tərkibinin daxilində fe'li sifət işlənmişdir? Variantımız olacaq B variantı. Gedənləri geri qaytarmaq üçün bir yerdə tərkibdir. Bəli, burada zərflik var. Nə üçün? Niyə? Deməli, məstər tərkibinin içində, daxilində fe'li sifət də var. Təbii ki, belə sualları tapmaq üçün elə variant seçməlisən ki, həmin variantın içində məstər və fe'li sifət hər ikisi işlənsin. Məsələn, A-da məstər var, fe'li bağlama var, daha doğrusu A-da fe'li sifət var, fe'li bağlama var, məstər yoxdur. C-də məstər var, fe'li sifət yoxdur. D-də fe'li sifət var, fe'li bağlama var, məstər yoxdur. Y-də fe'li sifət var, məstər də var, amma bunlar bir-birinin tərkibində deyil. Danışmaq istəyirdilər xəbər, kim? Dərsi oxuyanlar, bu da mübtəda. Yəni, Y-də hər ikisi olsa belə bir-birinin tərkibində deyirlər. Cavabımız B variantı. Cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunmayıb. Cavabımız olacaq C variantı. Qardaşlıq töhfəmdir. Bu, mənim sənə qardaşlıq töhfəmdir. Aha, burada deməli frazeoloji birləşmə deyil. Söz güləşdirmək, acığı tutmaq, İsmətin dilindən düşmək, atasının sözünü sındırmaq hamısı frazeoloji birləşmədir. Hansı sözün ifadə etdiyi məna yanlışdır? Eksprompt əvvəlcədən hazırlaşaraq yerinə yetirilən iş deyil. Bədahətən görülən işdir, yəni bir nəfəsə düşünmədən, planlaşdırılmadan görülən iş, söylənilən nitq ola bilər. Cavabımız olacaq Y variantı.
7. Səhv fikirdir. Cavabımız olacaq A variantı. Xüsusi isimlər cümlə daxilində kiçik hərflə yazıla bilər. Əsla xüsusi isimlər nə olur olsun kiçik hərflə yazılmaz. Sözün ifadə etdiyi ilkin məna onun həqiqi mənasıdır. Söz ilkin mənadan uzaqlaşdıqda çox mənalı sözlər yaranır. Antonimlər eyni nitq hissəsi olmalıdır. Qılığına girmək, qəlbinə yol tapmaq, sinonim frazeoloji birləşmələrdir. Müxtəlif nitq hissələri kimi işlənə bilən amonimlərin olduğu cümlələri müəyyənləşdirək. Cavabımız Y variantıdır. 1, 3, bir də 5. Bir sözü ədat və say, yay sözü isim və fe'l, elə sözü ədat və əvəzlik sayılır. 2-də ümumiyyətlə görək, burada amonim yoxdur, 4-də də yoxdur. Bizim binanın həyəti birləşməsindəki şəkilçiləri ardıcıllıqla yazaq. Bunu hələ ki saxlayaq. Binanın həyəti, yiyəlik var, mənsubiyyət var. Bizim sözündə də yiyəlik var. Oldu, yiyəlik, yiyəlik, mənsubiyyət. Eləsi var, deyir ki, yiyəlik, mənsubiyyət, mənsubiyyət. Yiyəlik, mənsubiyyət, mənsubiyyət olsaydı maksimum belə olardı. Bizim binamızın, həyəti. Əgər binamızın yazmayıbsa, yəni burada birinci şəxsin cəminə aid mənsubiyyət yoxdursa, deməli bu hissədə heç mənsubiyyət yoxdur. Yiyəlik, yiyəlik, ən sonda isə mənsubiyyət. Cavabımız Y variantı olacaq. Küsəyən sözünün fonetik təhlili ilə bağlı düzgün fikri müəyyən eləyək. Cavabımız olacaq Y variantı. Ü, incə, qapalı, dodaqlanmayan saitdir. Ahəng qanunu gözlənilməmişdir. Xeyr, gözlənilib. Sözdə 2 kar, 2 cingiltili var. Sözdə baxaq bu hissəyə. Aha, bəli, burada cavabımız əslində olacaq düzgün istəyir deyə B variantı. Sözdə 2 kar, 2 cingiltili samit var. Baxaq, küsəyən olduğu kimi qalır. 2 kar, 2 cingiltili var, düzdür. Deməli, Ü-də hansı səhv var? Dodaqlanmayan yox, dodaqlanan yazılmalıydı. O səbəbdən Y səhvdir. Deyiliş ilə yazılış fərqlidir, D səhvdir. Hərf və səs tərkibi fərqlidir, C səhvdir. Ahəng qanunu gözlənilməmişdir, A səhvdir. Çünki gözlənilib. 10-cu sualın cavabı olacaq B variantı. 11. Sillogizmi tamamlamalıyıq. Köməkçi nitq hissələrinin leksik mənası olmur, düzdür. İlə və köməkçi nitq hissəsidir, düzdür. Nəticə olaraq deyə bilərik ki, ilə və leksik mənaya malik deyil. Çünki bu özü deyir ki, köməkçi nitq hissələri leksik mənaya malik deyil. Sonra deyir ki, ilə ilə və köməkçi nitq hissəsidir. Deməli, ilə ilə və leksik mənaya malik deyil də köməkçi sayılır deyə. Verilmiş cümlədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən eləyək. Variantımız olacaq D variantı. Əvvəl suvarmanı yekunlaşdırdı. Sürünü isə bağlayıcı, otlağa tərəf ötürdü, tərəf qoşma, yalnız ədat, üçün, bu da qoşma. 12-də variantımız D variantı. 13. Kökü sifətlə amonim olan sözlər cərgəsini göstərək. Variantımız olacaq C variantı. Kökü feildir, kökü isimdir, kökü feildir. Yəni sən kökü sifətlə amonim olan variantı axtaranda kökü sifət olanları çıxmalısan. Çünki kökü sifət istəmir. Kökü sifətli amonim. Bəli, sıx feili sıx sifəti ilə amonimdir. Tər ismi tər sifəti ilə amonimdir. Düz ismi, düz feili, burada feildir. Düz feili düz sifəti ilə amonimdir. Tər sözü təzə mənasında yadda saxlayın, sifət sayılır. Məsələn, tər çiçək, təzə çiçək, böcək, ləçək fərq eləməz, bu tiplər işlədilir. Sıxlaşmağın kökü onsuz da sifətdir, qocalmağın kökü sifətdir. B-də heç birinin kökü sifət deyil, sadəcə, yəni kökü sifət olmayan hər variantı götürmək olmaz da. Yəni görək bu köklərdən hansısa sifətlə amonimdir, qaz deyə sifət yoxdur, inci deyə bir sifət yoxdur. Çat deyə bir sifət yoxdur. Daha sonra, məsələn, qır deyə bir sifət yoxdur. Cavabımız oldu C variantı. Gələk 14-də.
Mətnə əsasən yanlış fikri müəyyənləşdirin. Ətirli çayların hazırlanmasında aromatizasiya üsulu və əlavə edilən ətirli komponentin miqdarı vacib rol oynayır. Çaylara əlavə edilən ətirli komponentlər təbii və ya süni ətirləndiricilər ola bilər. Təbii ətirləndiricilərdən olan qurudulmuş meyvələr, çiçəklər, sitrus bitkiləri, kəklik otu, yarpız, darçın, nanə, mixəy, itburnu, zəncəfil və digər ətirli bitkilərin yarpaqları və ya ekstraktları orqanizm üçün faydalı hesab edilir. Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir. Deyir ki, mətnə əsasən yanlış fikri müəyyən edək. Baxaq, ətirləndiricilərin miqdarından asılı olmayaraq onlar çaya xüsusi, belə deyək, xüsusi tam verir. Xeyr, əslində burada yazılıb ki, miqdar vacib rol oynayır. Yəni, miqdarını artırıb azalda bilmərik də. Yəni, önəmli olan, yəni miqdarını daha çox artırmaq olmaz, daha dəqiq desək, bu formada yadda saxlayaq. Ətirləndiricilərdən müalicə məqsədi ilə də istifadə olunur. Çayların bəzisi təbii olaraq ətirlidir, digər qismi isə süni şəkildə ətirləndirilir. Çiçəklərin bir qismi müalicə məqsədi ilə istifadə olunur. Tərkibinin zənginliyi baxımından bəzi təbii ətirləndiricilər müalicəvi xüsusiyyətlərə də malikdir. Bunlar hamısı düzdür, amma burada deyir miqdarı rol oynamır, orada isə mətndə deyir ki, miqdar rol. Sual 15-lə davam edək. Verilmiş mətnə əsasən yanlış fikri müəyyən eləyək. Mətni yəqin ki, oxumusunuz və burada fikir versəz, yazılıb ki, erkək şirlər dişi şirlərdən fərqli olaraq çox iri və güclü olur, nadir hallarda ov edirlər. Onların məqsədi qəniməti görəşən kimi leş yeyənlərdən qorumaqdır. Yəni, bu deyir ki, erkək şirlərin məqsədi qəniməti görəşən kimi leş yeyənlərdən qorumaqdır. Amma A-da yazılıb ki, şirlərin əsas bölgüsü qəniməti erkək görəşənlərdən qorumaqdır. Xeyr, yəni bir növ erkək gəlib burada yazılmalıydı. Yəni görəşənlərin cins və sairəsindən söhbət açılmayıb da, sadəcə erkək şirlərin əsas məqsədi görəşənlərdən qorumaq idi. Bir vaxtlar Avropanın cənubunda şirlərin yaşadığı məlumdur. Bəli, baxın. Deməli, bu hissədə var. Erkək şirlərlə dişi şirlər ölçülərinə görə fərqlənir. Bəli, erkək şirlər dişilərdən fərqli olaraq çox iri olur. Şirlər düzən ərazidə yaşamağa üstünlük verirlər. Bəli, baxın, düzənliklərdə. Erkək şirlər nadir hallarda ov edirdilər. Bəli, nadir də olsa, yəni az da olsa, bəli, ov edirdilər. Bax, burada yazılıb. Cavab A. Dialoqda durğu işarələrinin düzgün ardıcıllığını müəyyən eləyək. Vüsal yanındakılara, davanızı dağla daşla edin, igidlərim, dedi. Cavabımız olacaq burada, deməli, qoşa nöqtə, tire, vergül, tire, nöqtə olacaq B variantı. Cümlələrin birində ilə bağlayıcısı ilə amonim olan qoşma yoxdur. Bax, A-da bağlayıcı ilə amonim olan qoşma var. B-də bağlayıcı ilə amonim olan qoşma var. C-də bağlayıcı ilə amonim olan qoşma var. Y-də bağlayıcı ilə amonim olan qoşma var. Bu deyir ki, bağlayıcı ilə amonim olan qoşma olmasın. Elə bağlayıcının özü var burada. Cavab D variantı. Gələk 18-ə. Cümlələrin birinin təyini frazeoloji birləşmə ilə ifadə edilib. Variantımız olacaq B variantı. Kim xəstə, hansı xəstə yataqda can verən? Cavab B. A variantında frazeoloji birləşmə yoxdur. C variantında var, daha doğrusu söz verildi bu mövqeydədir də, yəni təyin funksiyasında deyil. C-də kim, Səməd, hansı Səməd, ətrafındakılara qarşı gözü açılan yox. Burada bir tərkib olacaq. Nə vaxt, nə zaman
Ətrafındakılara qarşı gözü açılan Səməd işə qayıdanda bir yerdə zərflidir. Ona görə olmaz. Soyuq havada burnumuzun ucu göynüyür deyə biz deməli burada həqiqi görürük. Cin atına minmək müəllimin köhnə vərdişi idi. Burada da cin atına minmək bir yerdə nədir? Mübtədadır. Biz frazeoloji birləşməni təyin kimi işlətməliydik. 19. Verilmiş nümunəyə əsasən əvəzliyin məna növlərinin ardıcıllığını müəyyən edin. Cavab A variantı. Nə öyüd verəcəm, nə də məsləhət. Nə də bağlayıcıdır. Buna qarışmayaq. Öz təyini, necə sual, hər təyini, o işarə, özün təyini əvəzlidir. Sual 20-dən davam edək. Hansı cümlədə həm düzəltmə isim, həm də düzəltmə feil kimi düşünülə bilən söz feil vəzifəsindədir? Cavab D variantı. Bəli, görüş həm düzəltmə isim ola bilər, məsələn, görüş başladı. Həm düzəltmə feil ola bilər, məsələn, görüşmək. Hər ikisində düzəltmədir. Məhz D variantındakı versiyası feil olsun, feil vəzifəsində. Cavabımız D variantı sayılır. Məsələn, bilək sözü feil də olar, isim də. Amma hər iki mövqeyində sadə sözdür. Cavabımız D variantı olur.